Bura hansı yolla gəlib çıxmağın barədə hansısa bir düşüncən varmı? Bura nə böyüdüyün, nə də xatırladığın evə bənzəyir. Mən onda soruşuram, sənin var olmağına kim qərar verib? Bəs niyə bütün cavablar sanki əvvəlcədən hazırlanmış kimi səslənir? Bu, davamlılıq departamenti tərəfindən icazə verilmiş 7-ci səviyyə mövcudluq doğrulama yayımıdır. Sən hələ uğursuz sayılmırsan, amma artıq qeyri-müəyyənlik əlamətinə görə işarələnmirsən. Hazırda bu reallığa düzgün doğum icazəsi olmadan daxil olmuş varlıqları aşkar etmək üçün sistem miqyasında yoxlama başladılır. Məlumatlarının natamam olması sənə bu testin göndərilməsinə səbəb olmuşdur. Addım 1. Ən erkən xatirəni yadına sal. Gözlərini bir anlıq yum. Keçmişdə yaşadığın hisslər nə idi? Bir qoxu, bir səs, bir hiss. Əgər yalnız qaranlıq xatırlayırsansa, tək deyilsən. Addım 2. Bir şeyə baxmadan ad gününü xatırla. İndi özündən soruş, niyə bu tarix sənə sadəcə təyin olunmuş bir rəqəm kimi gəlir? Addım 3. Ətrafındakı insanlar, ailə, dostlar, sinif yoldaşların, sənlə necə tanış olduqlarını danışarkən heç tərəddüd ediblərmi? Kimsə deyibmi, sənin orada olduğunu xatırlamıram, sanki birdən-birə peyda oldu. Bu, tez-tez rast gəlinən əlamətlərdir. Yüzlərlə anomaliyada bunlar izlənib. Dəyişən uşaq şəkilləri, boş körpə albomları, ardıcıl olmayan xatirələr, 7 yaşdan əvvələ dair rəqəmsal iz olmaması. Addım 4. Bir güzgünün qarşısına geç. Öz əksinə baxma. Sadəcə dayan. Özünü var hiss edə bilirsənmi? Tam əminliklə deyə bilirsən, mən doğulmuşam. Mən bu yerə aidəm. Bunu ucadan de. Əgər səsin sanki başqasından gəlirmiş kimi səslənibsə, ya da elə indicə izlənirmiş kimi hiss etdin, testdən keçmədin. Sən heç vaxt doğulmamısan. Sadəcə yerləşdirilmişsən. Son addım, əllərinə bax. Barmaqlarını say. Əgər 5-dən çoxdur və ya azdırsa, panik etmə. Sistemin özünü yeniləmə səhvləri belə başlayır. Test tamamlandı. Əgər 24 saat ərzində heç kim səninlə əlaqə saxlamasa, səssiz şəkildə silinməyin planlaşdırılıb. Bu yayım indi dayandırılır. Əgər gündəlik proqramın səni hələ qəbul edirsə, ona qayıt.